İsveç Kraliyyət Sarayı. Bu saray bugünkü günümüzdə belə kraliyyət ailəsi tərəfindən istifadə olunur. Bu saray ilk öncə 1200-cü illərdə inşa olunur. 1697-ci ildə bu saray yandıqdan sonra 1700-cü illərdə Nikodemus Tessin tərəfindən yenidən inşa olunur. Gəlin bu gün bu sarayı yaxından incələyək. Hər vaxtınız xeyirli olsun. Bu günlər mən sizə İsveç kralının sarayını göstərəcəm. Gördüyünüz bu arxa tərəfdəki saray Avropanın ən böyük sarayıdır. Eyni anda da İsveçin kralının sarayıdır. Bu saray 1700-cü illərdə tikilib. 600 otaqdan ibarətdir. İstəyirəm bu günlərin iç tərəfini sizə göstərim. İçəridə muzey, xəzinə otaqları olmalıdır. Düzdür, heç vaxt içəridə olmamışam. İlk dəfə mən də sizinlə bir yerdə içəri girəcəm. Gedək içəridə nə var. Bura kralın iş yeridir. Yəni bütün işlərini buradan yönetir. Düzdür, İsveç kralının heç bir qüvvəsi yoxdur. Yəni dövləti idarə eləmir. Burada İsveçdə dövlətin minister, bir də parlament, gördüyünüz bu bina. Bura parlament binasıdır. Yuxarıda görürsünüz bayrağı. Sizə yaxından göstərim. Əgər bayraq yuxarıdadırsa, bu deməkdir ki, kral oradadır. Düzdür, inanmıram kralı görə bilək bu günləri. Amma yəni, bu o mənanı verir. İstəyirəm gedim içəri. İlk öncə ətrafı göstərim sizə. Sonra da içəri girə bilsək girəcəm içəri. Detta avslutar dagens högvaktsavlösning. Nästa högvaktsavlösning sker imorgon klockan 12:15. This concludes the changing of the guard ceremony. The next changing of the guards will take place tomorrow at 12:50. Bu əskərlər, gördüyünüz əskərlər sarayı qoruyan əskərlərdir. Kralın sarayını qoruyan əskərlərdir. Hər dəfə də belə olanda insanlar gəlirlər ətrafdan belə baxırlar onlara, şəkilli videolar çəkirlər. Maraqlıdır insanlar üçün. Burada çoxsu turistlərdir. Gedirlər burada. Bunların isimlərindən dəyişdilər. Bunlar çıxıb gedəcəklər evlərinə. Və yaxud bilməm, hara gedirlər. Bunlar indi gedəcəklər. Digərləri girdilər içəri. Burası sarayın həyətidir. Buraları da göstərim sizə. Birazdan girəcək içəri. Saray həyətdən belə görsənir. Və buranın əskərlərindən biri. Gustav III. Bizim Gustav.
Orada gördüyünüz ev, bina Nasional Muzeydir. Nasional Muzeyim. İsveç'in böyle müzeylərindən biridir. Bir gün gelib oranı da çəkərəm. Bu sarayın digər tərəfidir. Deməli, Kral Karl 11-ci. Bu saray 7 may 1697-ci ildə yanıb bir dəfə. Sonra da ki 1728-ci ilə qədər bura tikilib. 1754-cü ildə hazır olub bu saray təzədən. Bir dəfə yanıb. Burada parlament binasının həyətidir. Görürsünüz, belə bir qorunub. Əvvəlki videolarımda göstərmişəm sizə, amma mən göstərdiyim o bir qabaq tərəfi idi. Burada arxa tərəfidir, həyətidir. Yəni, istəyən girə bilir bura, problem yoxdur. Bura park kimi istifadə olunur, həm də. Kim istəyir, gedir, oturur. Oradakı oturacaqlarda özü üçün istirahət edə bilir. Düzdür, hava çox soğuqdur, indi oturma olmur, amma yay fəslində buralar gözəl yaşıllıq olur. Deməli, saray ilk öncə yanmamışdan əvvəl görünüşü belə olub. 3 Korona adındaydı bu sarayın adı. Bu şəkildə olub. Sarayın əvvəlki şəklidir bu, əvvəlki halı, yanmamışdan qabaq. Sonra saray yandıqdan sonra yenidən inşa olunur. Sarayın içində giriş elədik. Düzdür, bu sarayın çox girişləri var. Bura 3 Korona tərəfidir. Saray içi belə görsənir. Divarları, tavanı. Bu şəkildə gördüyünüzdür ki, sarayın əvvəlki halıdır. Lap təzə tikiləndə belə olub. Bura sarayın xəzinə girişidir. İndi oranı da çəkib göstərəcəm sizə. İlk öncə biraz buraları göstərim. Erik Dalberg çəkib bu rəsmi, saray rəsmini. Bu sarayın əvvəlki halıdır 1661-ci ildə. Öncədən qeyd etdiyim kimi saray ilk öncə yanıb, təzədən inşa olunub. Bu saray yenidən inşa olunanda İtalyan arxitekt Tessin tərəfindən inşa olunur. Getdiyi digər tərəfi. Bəli. Çox gözəl göstərir bura. Görürsünüz necə, hansı şəkildə tikilib bura. Bu əsasən Roma, qədim Roma imperiyasında bu stildə tikirdilər. Necə ki, bu sarayı İtalyan arxitekt inşa edib, hiss olunur ki,
İtalyan stilində düzəlim. Deməli, saray tikiləndə ilk öncə bu hissə tikilib. Digər hissələr sonradan tikilib. Deməli, gördüyünüz bu qab fil sümüyündən hazırlanıb. 1632-ci illərə aiddir. Prinsessa Kristinaya aid olub. Burada da digər əşyalar var. Gördüyünüz bu qızıl üzük 1500-cü illərə aiddir. Kimə aid olduğu yazılmayıb burada. Belə maraqlı qədim əşyalar var. Hamısı krallıq ailəsinə aid olan şeylərdir bunlar. Aşağıda da belə. Bunlar dekorasiya olub, 1500-cü illərə aiddir. Gördüyünüz üzərində qızıl element istifadə olunub. Buradakı yemək deposu olub. 1500-cü il 1600-cü illərə qədər belə bir depo olub. Özüm də bura 2 dəfə gələm deyə biraz çaşbaş qalmışam. Bilmirəm nəyi çəkim, nəyi göstərim. Deməli, ilk öncələr burada yeməklər hazırlanıb, burada peçlər olub. Xüsusi mətbəx olub bura. Burada nəsə bir quyu var, dibini görə bilmirəm. Deməli, 1300-cü illərdə burada çox işləyənlər olub. Dediyim kimi, bura ilk öncəki saraydır. Yeni saray 1700-cü illərdə tikilib. Bu sümüklər nədir bilmədim. Bu mətbəxə aiddir. Qablar var, gildən. Bütün bura haqqında məlumat versən, gəlir neçə saatlıq video edib. Mən istədim ki, sadəcə sarayın içini sizə göstərim. Sarayın içində hal-hazırda muzeylər var. 600 otaqdan ibarətdir. 600 otağı yəqin ki, heç kimi buraxmazlar. Bəzi otaqlar var ki, hansı ki, orada muzeylər inşa olunub, ora girməyə icazə var. Ağ mərmərdən hazırlanıb bu. 1600-cü illər. Toxunmayın deyir. Yazılıb orada toxunmaq olmaz. Sarayın əvvəlki dönəmindən qalan qalıqlardır bunlar. Yarım eradan çox yaşları var bunların. 1500-cü il, 1600-cü illər. Deməli, Hedvig Eleonora, onun arxivindəndir bu kağızlar.
Onun əl yazmaları. Bu paltarlar 1250-ci ildə 1697-ci ilə qədər sarayda yaşayan insanlara aid olub. Bir toxunaq saray divanına. Gördüyünüz bu rəsm saray yanğınının təsviridir. Yəni belə təsvir olunub bu sənət əsəri. Bu şəkildə. Burada videoda da göstərilir necə yanıb. Yəni, istəyən oturur burada, izləyə bilir onu. Qısa tarixi anlatılır. Gedək digər tərəfə görək burada nə var. Burası sarayın odun deposudur. Qədimdə bura odun deposu kimi istifadə olunub. Qalxır ikinci mərtəbəsinə. Çəkildi olardı. Bu hissə artıq sarayın yeni hissəsidir. Hey. Bura artıq sarayın içidir. İlk dəfə də saraya girirəm mən. İsveç Krallığının geyimləri. Kamin. Çok güzeldi saray.
Saray kapısına bakın. Çok güzel düzeldi içeri. Bunlar medallardır. Qızıl və gümüşdən hazırlanıb. Kral kiməsə medal asarkən, medal təqdim edərkən belə medallardan təqdim edib. Qızıl və gümüş medallar. Kralların paltarları olub. At sürərkən və yaxud da başqa bir mərasimə gedərkən geyindiyi paltarlardır. Belə bir geyimi olub. İsveçdə hər ərazinin özünün simvolu var. Hər şəhərin, hər kəndin, buradakı başqa ölkələrin simvolları da gördüyünüz kimi burada Ukraynadır, Polşadır, Hollandiyadır. Cürbəcür ölkələrin simvolları var. Burada da Yordaniya, Almanya. Bizimki yoxdur. Avropa ölkələri. Bura içəri giriş olmaz. Bu zalda əgər diplomatik bir görüş olurdusa, burada verirdilər. Böyle bir lampa. Otağın görünüşü mükemmel. Bu zalda da ki kral çıxış ederken oturur burada. Kralın taxtıdır bu. İnsanlar da orada otururlar. Burada çok sayıda oturacaklar var. Burada oturup kralı dinləyirlər. Çok böyük bir zaldır bura. Yani bu zalda kral dəyişilərkən və yaxud da ki böyük bir görüş olarkən tac taxma mərasimi də bu zalda olur. Kral oradan gəlir, oturur burada tacını taxırlar. Bu yerlərdəki müşahidə yerləridir. Gördüyünüz ora. Nəysə qeyd olunanda, bir yığıncaq olanda bu zalda eləyirlər. Düzdür, bunlar yığışdırılır buradan. Bu zal onun üçün istifadə olunur. Burada şəkil də var. Yəni belə görsənir.
Deməli, gördüyünüz bu taxt 1650-ci illərə aiddir. Deməli, yazılıb burada da ki, Magnus Gabriel Gardia Prinsessa Kristinaya hədiyyə verib bunu. 1650-ci ildə. Almaniyada düzəldiblər. Özü də gümüşdən hazırlanıb. Bu saray ilk tikildiyində, deməli, bu hissə kilsə olaraq istifadə olunub. Amma hal-hazırda bura kralın seremoniya və yaxud da ki, çıxışları olanda bu zal istifadə olunur. Tac taxma mərasimi əks etdirir bu. Ama sarayın içi çok güzeldi. Kamin, her şey qədimdir, bahalı. Şkafa baxın. Əsl krallara ait şkafdır. Da mərmər daşından bağlıdır. Bəlkə icazə yox toxunmağa, mən toxundum ona. Böyle güzeldi. Bura Adolf Fredrik'in yemək zalı olub. 1730-cu illər aiddir. 1780-ci illərdə Gustav III buranı modern hala gətiriblər. Çok güzeldi buraya, həddindən artıq güzeldi. Ora baxın. Gördüğünüz bu xalça, burada sarayın orijinal xalçasıdır. Amma yığıb qoyublar qırağı ki, insanlar gəlib onu tapdalıb körləmasınlar. Ora başqa bir xalça döşüblər. İndiki kral Karl Gustav. Necə gözəldir bura. Buna diqqətlə baxsanız, burada gizli otaq var. Aşağısından görsən, işıq da var orada. Bura qapıdır. Diqqətlə baxanda görsənər. Lampanın böyüklüyü. İlk dəfədir belə böyük lampa görürəm.
Aşağısındakı lampalar sonradan qoyulub. Əslində bu şamdan olub. Üzərində lap yuxarı tərəfinə diqqətlə baxsanız şamlar var. Çox gözəldir ya. Həddindən artıq. Bura giriş olmaz ha. Böyle icazə vermirlər girişə. Deməli, Oscar, ikinci Oscar'ın yazı otağı yazılıb. Yuxarıda şəkilləri var. Bunlar hamısı milyonluq əşyalardır. Keçmiş kralların və prinsesaların şəkilləridir. Prens. Burada da başka bir otaq var. Bağlanıb bura giriş olmaz. Çox gözəldir. Gerək bunu əsl insan öz gözləri ilə görsün. Bilmirəm, indi mən çəkirəm, kamerada necə görsənir videoda. Amma çox gözəl görsənir. Bu hamısı kral ailəsinə aid olan əşyalar olub burada. Görürsünüz bu oturacaqları, divanı, stullar. O çox dəyərli şeylərdir. Ona görə belə qorunub. Deməli, içəri girəndə də gördük ki, bura həqiqətən çox sərt şəkildə qorunur. İndi burada insanlar da gəzirlər, bəziləri hətta burada işləyirlər. Yəni sadəcə olaraq sivil formada gəzirlər burada. Hər otaqda da ki, hər tərəfdə də bir nəzarətçi var. Bura biraz ışıqlıdır. Burada giriş olmaz. Deməli, 16-cı Gustavın yubiley otağı. Carl Gustaf, yəni indiki kralın yubiley otağıdır bura. Bu da indiki kral ve kraliçe Silvia. Lovisa Ulrika'nın otağı olub bura. Böyle bir taxt da var burada.
Burada çəkiləcək, göstəriləcək o qədər şeylər var ki, özüm belə çaşbaş qalmışam, haranı göstərim, haranı çəkim. Bəzi yerlər var, bəzi məqamlar var ki, ora haqqında çox məlumatım yoxdur. Sadəcə burada yazılanları mən də sizin kimi belə oxuyub öyrənirəm. Əlimdən gəldiyi qədər sizə məlumat verməyə çalışacağam. Videonu hazırlayıb bitirəndən sonra. Siz də istəsəniz internetdən də özünüz araşdırıb baxa bilərsiniz. Yəni, bura haqqında məlumat əldə edə bilərsiniz. O qapıya mütləq toxunmalıydım, hiss eləməliyəm. Çox gözəl görsənir. Bura artıq başqa otaqdır. 3-cü mərtəbəsidir bura. Çok güzeldi bura. Tavanlara baksanız orada görsənlər sənət əsərləri. Juno və Herkules uşağı təsvir edir. Uşağı Herkules tanrısı. Johann Niklas Byström tərəfindən düzəldilib bu. 1783-1848-ci illərdə yaşayıb. Benim. Bəh. Həm İsveç, həm də Alman şüşələrdir bu. 1600 və 1700-cü illər arası istifadə olunub. Kraliyət ailəsi. İndi belə şkaflar yoxdur ya. Düşün. Sen nasıl böyle sen dondun vurdun bir baksana şapkalı var ya ne var? Fikir vermiyoruz buna. Güneş dokunarak oluyor ha. Ya o şapkalı kişi ya, o da bizim gibi şekil çekir. Fikir vermedim ona. Ziynət əşyaları. Kiçik heykəllər. Lampaların böyüklüyünə bax.
Küverin orada da o əvvəlki otaqda göstərdiyim kimi hər ölkənin, hər bölgənin özünün simvolu, bayrağı var. 1973-2013-cü illərə aiddir onlar. Yəni elə də qədim deyil. Belə yerlər, belə stollar adeta diplomatik görüşlərin keçirildiyi yer olur. Hər otağın, hər girdiyimiz yerin özünün mənası var. Nə üçün görüşlər olur? Görürsünüz burada İsveç siyasətçiləridir. İsveçin parlamentində oturan siyasətçilərdir. Burada gördüyünüz də indiki kral və qızı Victoria, Prinsessa Victoria siyasətçilərlə görüşdü, parlament siyasətçiləri. Cürbəcür partiyaların başçıları ilə. Hər otağın öz tarixi var, hər otaq kiməsə aid olub, hansısa bir krala və yaxud da ki, kral ailəsinə, prins və ya prinsesaya aid olub buralar. Oradakı saatdan səs gəldi, işləyir o saat. Baxmayaraq ki, çox köhnə qədim saatda amma işləyir. Hər otaq da gözəl şəkildə bəzədilib. Hər şey orijinal. Gördüyünüz bütün hər şey, bütün bəzəklər 100 ildən çox yaşı var hamısının. Yəni minimum 100 il. Təbii ki, 500 ilə qədər gedib çıxır. Çox gözəldir bura. Bunlar da Çinli turistlərdir. Bu stullar da nəsə desəm qədimdir. İp çəkiblər bura ki, toxunmaq olmaz onlara. Burada bağlıdır, giriş olmaz. Saatın səsi də o, saat səs gəlir. Saat işləyir, səsi gəlir. Burada giriş olmaz, bağlayıblar, blok eləyiblər. Sorry.
Burada yerdə olan parket 1845-ci ilə aiddir. Otaqdakı 11-ci Karla aiddir bura. Necə gözəl saraydır. ...600 otaqdan ibarətdir bu saray, amma turistlər üçün və yaxud da bura gəlib görənlər üçün bir neçə otaqlarını göstərirlər. Biz təxminən burada 20-25 dənə otaq gördük. Görürsünüz, burada başqa otaqlar da var, gizli otaqlar, hansı ki cəmiyyətə açıq olmayan otaqlardır. Bütün saray çox gözəl idi. Həyatımda ilk dəfə əsl saraya girdim. Düzdür, kiçik saraylarda olmuşam, amma dövlətin istifadə olunan saray kimi sarayda olmamışam. Sadəcə belə qədimdə saray olub, sonra muzey kimi istifadə olunan sarayları görmüşəm. Özüm üçün də bir yenilik oldu, çünki heç vaxt burada olmamışdım. Baxmayaraq ki, ətrafından, yanından neçə dəfə keçmişəm. Heç vaxt bura gəlib girməyə ağlıma gəlməyib. Mən də sizinlə birlikdə ilk dəfə gördüm bura. Mənim də biraz bilgim azdır. Bu saray haqqında çox bilgim yoxdur. İdi. Amma mən də sizinlə birlikdə gördüm, öyrəndim. Hələ biraz araşdıracağım. Bu saray haqqında, krallar haqqında, kral ailəsi, kraliyyət ailəsinin haqqında daha çox şey öyrənəcəm. Yəni belə.